Gidebilirsin. Сообщает индийское информационное агентство ТТИ «Извини». Касаясь индийско-пакистанских отношений, она сказала, что каждый раз, когда Пакистан получает или покупает современные вооружения, усиливаются те круги внутри Deyirsən, страны, которые не заинтересованы. onun əli heç seyfə dəyməyib, hə? И это Valla mən olanda dəymirdi. Индира Ганди подчеркнула, что Bilmiyorum, deyirəm, отношения insan между da çeşit странами dəmir. должны основываться на развитии торговли, Gəlib, обмене açar çıxarıb, артистами, sonra da ki, журналистами, спортсменами otağın açarında var idi. представителей делового мира. Əl izlərini biz araşdıracağıq. Татьяна Соболева и Аркадий Вдовенков. Amma əsas məsələ odur ki, 20 min dövlət pulu yoxa çıxır. Yaxşı fikirləş. Добрый день, уважаемые радиослушатели. Fikirləş gör, Передача daha kim ola bilər bu? начать с письма ветерана Великой Отечественной войны и труда Mən gedirəm. Павловича Проскурина, проживающего в Свердловске. На протяжении нескольких лет я ежедневно и с большим интересом слушаю передачу в рабочий полдень. С волнением ожидаю исполнения полюбившихся песен. Иногда кажется, что про тебя поют песни, так она связана с жизнью. Axır elədin də elə deyir. Çatdın əhdirə. Ne olub, yavaş, eşidərlər, nə çıxırsan? Sən necə adamsın elə? Məni bədbəxt eləmişdin. Bu yazıq yetimi niyə bədbəxt eləyirsən? Bir başqa adam tapa bilmirdin. Hardan tapıyordun? Yetim uşaqdı, yiyəsi də yox. Bir də bura bax, mən sən nə vaxt bədbəxt eləmişəm? Nə bir pis dolanırsan? Allah kəssin. Allah kəssinə belə dolanmadı. O günlər dükandan çıxıram. Qadınlar yanımdan keçirlər. Bilirsən ardımca nələr deyirdilər? Nə deyirdilər? Mənə deyirlər ki, güz sənin arvad başıma. Evin ölmüşdü. Heç olmaya bir mənfəətlər tapıb gedə bilmirdi. Yoxsa mürvətin pulunu oğuyub olmuşsan onun fahişəsi. O gülü! Bəsli, qoy bu iş qutarsın. Bu iş nə vaxt qutaracaq? Lap elə bu işi qoydular Əlpaşanın boynuna. Güya ki, sənin başına sığal çəkəcəklər. Həm də sən nə bilirsən ki, Əlpaşanı oğru çıxaracaqlar. Bəsli, mən hər şeyi ölçüb biçmişəm. Əlpaşanın əl izi var, seyfdə. O günləri mən seyfi sildim, təmizlədim, sonra Əlpaşanı çağırdım ki, gəl kömək elə seyfi açaq, güya seyf xarab olub. Mən ona açar verdim, 2 saat əlləşdi, seyfi aça bilmədi. Əl izi düşdü ora. Bəsli, bu oğurluğa Əlpaşanın boynuna qoysalar, o getdi. Mənə nə edəcəklər? Uzağı töhbət verib işdən qovacaqlar. Olsun da, qovsunlar, cəhənnəmə ki, 20 min pul azdır, ömrümüzün axırına qədər ikimizə çatar bəsli. İkimizə yox. Sənlə Aylivə. Mən kiməm ki? Bəsli, Allah haqqı. O bir oğlum ümmətin ölmüşünə and. Bu iş qutarsın bizim xeyrimizə. Səni də götürüb aparacam Kislovodska, az kim bilinçin kim? Amma bir iş var, gərəksən mənə kömək eləyəsən. Nə kömək? Sən Əlpaşanın anasını tanıyırsan? Hə, tanıyıram. Ay sağ ol, onda belə edirsən. Mən sənə pul verəcəm. Apararsan,